32 il keçmir, keçə də bilməz. Bugün Kəlbəcərin dağlarında yeni tarix yazılır. Hər bir yenilənmiş kənd, hər bir ucalan bina azadlığın və həmrəyliyin simvoluna çevrilir. Bugün Kəlbəcər əsaslı şəkildə yenidən qurulur. İşıqlı gələcəyə aparan yeni yollar çəkilir. 4 il öncə gördüyümüz şəhər büsbütün dəyişir. Dağların fonunda ucalan binalar, yeni tikililər şəhərə yeni həyat bəxş eləyir. Burada gördüyünüz tikintilər ilk mərhələyə aiddir. İlk mərhələdə 3,26 hektar ərazini əhatə edən tikinti mərhələsidir. Hal-hazırda 6 ədəd 4 mərtəbədən ibarət binalarımız tikilir və hər binaların arxasında da 2 mərtəbəli townhouse'lar 12 ədəddir. 6 ədəd olan 4 mərtəbəli binalarımız 3 blokdan ibarətdir. Hər blok liftlə təchiz olunub və bir binada 27 ailə nəzərdə tutulub. Hal-hazırda ilk etap üçün 201 ailə köçmək planında var. Onların da bitmə vaxtı çox yaxında olacaq inşallah. Çünki hal-hazırda binalarımızın demək olar ki 90% işi bitmişdir. Hal-hazırda tamamlama işləri gedir. Kəlbəcər artıq yalnız keçmişin xatirələri deyil, həm də gələcəyin ümididir. Bu torpaqların bağrına yenidən həyat toxumu səpilir və bu toxumlar sabahki uğurların müjdəsidir. Kəlbəcər oyanır, dirçəlir və yeni tarix yazır.